PlayStation 6 gecikir, yoxsa güclənir? Sonu gələcək PlayStation platformaları üçün süni intellekt əsaslı upscaling və frame generation üzərində işlədiyini təsdiqləyib. Bu texnologiya oyunlarda daha axıcı görüntü və daha təmiz vizual keyfiyyət vəd edir. Sadə dillə desək, konsol güc çatmır, demək əvəzinə biraz ağıllı həll edək deyəcək. İşin daha da maraqlı tərəfi budur ki, Sony artıq PS5 Pro üçün yenilənmiş PSSR istiqamətini göstərir. Deməli, bu ideya kağız üzərində qalan konsept deyil, real texnoloji yol xəritəsinin bir hissəsidir. Yəni gələcək PlayStation sadəcə yeni qutu yox, yeni düşüncə tərzi ola bilər. Amma sənayədə yaddaş çipləri ilə bağlı təzyiq səbəblə PlayStation 6-nın 2029-cu ilə keçə biləcəyi də danışılır. Microsoft'un da növbəti Xbox üçün Neuron Rendering kartını masaya qoyması bu yarışı daha da qızışdırır. Səncə, oyuncular indi konsol istəyir, yoxsa biraz gec gəlib hamını susturacaq Monster cihaz?